Hamınızı ürəkdən salamlayıram. Bugün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür. Uzun fasilədən sonra Ağdamlılar öz doğma şəhərinə qayıdırlar. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, burada siz rahat yaşayacaqsınız, əmin-amanlıq şəraitində yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər köçkün həyatını yaşamış insanlar üçün bugün Ağdam şəhərində və bütün başqa işğaldan azad edilmiş ərazilərdə yeni, müasir şəhərlər, kəndlər, qəsəbələr salınır və artıq böyük qayıdış proqramının əyani təzahürlərini hər kəs görə bilir. İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Yəni ki, şəhər tamamilə Ermənistan dövləti tərəfindən dağıdılmışdır. Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti idi. Bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi. Birinci, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir. Müxtəlif yerlərdə satılmışdır Ermənistan ərazisində. Digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi. Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq ki, artıq burada yaşayış mümkün olmasın. Azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, şəhər kəndləri bərpa edək və Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır. Əminəm ki, bütün xalqımız o cümlədən keçmiş köçkünlər bilirdilər və inanırdılar ki, tarixi ədalət bərpa ediləcək. Halbuki, Ermənistan, Azərbaycan münaqişəsi ilə məşğul olan hər halda beynəlxalq təşkilatlar tərəfindən bu vəzifəni icra etməli olan qurumlar başqa fikirdə idi. Onlar Ermənistan dövləti ilə işğalçı, talançı dövlətlə həmrəy idilər. Xüsusilə ATƏT-in Minsk qrupunun yaratmaz və anti-Azərbaycan fəaliyyətini qeyd etmək istərdim. Bu qrup 1992-ci ildə yaradılmışdır və o vaxt bizim torpaqlarımızın işğal altına düşməsinin birinci mərhələsi idi və məsələni həll etmə əvəzinə, əksinə bu qrupun və onun həmsədrlərinin məqsədi bu işğalı əbədi etmək, Ermənistana haqq qazandırmaq, Azərbaycan xalqını və dövlətini isə işğalla barışdırmaq idi. Mən 17 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmasda olmuşam. Onlarla çox saylı görüşlər keçirmişəm və hər dəfə görüşəndə illər keçdikcə görürdüm ki, bunların məqsədi məsələni həll etmək yox, işğala son qoymaq yox, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək idi. Sanki danışıqlar masasında bir tərəfdən Ermənistan və Minsk qrupunun həmsədrləri, digər tərəfində isə Azərbaycan idi. Bax, bu 17 il ərzində sayısız hesabsız keçirdiyim görüşlərin nəticəsi budur. Və hesab edirdilər ki, buna nail olacaqlar.
hesab edirlər ki, bizi inandırmağa nail olacaqlar ki, biz öz əzəli torpaqlarımızdan əl çəkək. Ancaq yenə də Ermənistan dövləti kimi səhv etdilər. Mən dəfələrlə demişdim, işğal dövründə ki, xalqımız və dövlətimiz heç vaxt işğalla barışmayacaq. Nəyin bahasına olursa olsun, öz doğma torpaqlarını qaytaracaq. Bunu prezident kimi fəaliyyətə başlayandan ilk dəqiqələrdə bildirmişəm. Birinci and içmə mərasimindəki çıxışımda və ondan sonraki dövrdə. Və bu illər ərzində biz bir məqsəd ətrafında birləşmişdik ki, bir nöqtəyə vuraraq xalqımız bu müqəddəs missiyanı yerinə yetirsin. Və 5 il bundan əvvəl şanlı 2-ci Qarabağ müharibəsi və onun nəticələri haqq ədaləti bərpa etdi, bizim hüquqlarımızı bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, bizim milli layiqiyyətimizi bərpa etdi. Xalqımız qan tökərək öz ərazi bütövlüyünü bərpa edib, Ermənistan dövləti bir qarış, 1 santimetr torpaq qaytarmaq fikrində deyildi. Ermənistanın bütün rəhbərləri müstəqillik illərindəki bütün Ermənistana rəhbərlik edən şəxslər bir qarış torpaq qaytarmaq fikrində deyildi. Biz onları məcbur etdik və xalqımız bütün dünyaya öz gücünü, qüdrətini, güclü iradəsini göstərmişdir. Xalq yumruq kimi birləşdi. Silahlı qüvvələrimiz qəhrəmanlıq, fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və cəmi 44 gün ərzində Ermənistanı böyür üstə qoyduq. Bu günlər, bugün açdığım Xankəndidəki Zəfər tağının pilləkanlarında da əks olunub. Oraya da əminəm ki, siz və bütün Azərbaycan vətəndaşları gedəcəklər, ziyarət edəcəklər. Bugün ölkəmizdə 2-ci Zəfər tağı açılmışdır Bakıdan sonra Xankəndidə və orada pilləkanların üzərində şanlı zəfər yürüyüşümüzün hər günü təsbit edilib. Və hər gün biz irəliyə gedirdik, hər gün şəhər və kəndləri azad edirdik və heç bir qüvvə bizim qabağımızda dura bilməzdi. Halbuki bizi 44 gün ərzində dəfələrlə dayandırmaq istəyənlər min cür təzyiq, təhdid və təhribat törətməyə çalışırdı və hətta törədirdi. Bizi qorxutmaq, bizi dayandırmaq, bizim şanlı zəfər yürüyüşümüzü yarımçıq qoymaq və münaqişəni əbədi etmək bizə qarşı olan qüvvələrin məqsədi buydu. Təbii ki, 5 il keçəndən sonra və biz 2023-cü ildə öz suverenliyimizi antiterror əməliyyatı nəticəsində tam bərpa edəndən sonra artıq bizə qarşı olan qüvvələr yeni reallıqla barışmağa məcbur idilər. Biz onları məcbur etdik. O cümlədən bizim qələbəmizi qəbul etməyənlər, bunu xəzm edə bilməyənlər, ermənipərəz qüvvələr məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular. Ermənistan dövləti bu vəziyyətlə barışmalı oldu və vaxtilə buradan uzaqda olmayan Xankəndi şəhərinin stadionunda Qarabağ Ermənistandır və nöqtə deyənlər Qarabağ Azərbaycandır deməyə məcbur oldular. Yəni öz xoşu ilə yox, məcbur edən də biz olduq.
xalqımız, dövlətimiz. Yəni, bu tarixi biz heç vaxt unutmamalıyıq. O acı günləri yaşayan yaşlı nəsil təbii ki, heç vaxt unutmayacaq. Gənc nəsil unutmamalıdır. Bundan sonra gələn nəsillər, gələcək nəsillər unutmamalıdır, bilməlidir. Bu tarix həm məktəblərdə, həm ali məktəblərdə, ailələrdə əzbər olmalıdır. Yəni, bu bizim şanlı zəfərimizdir və eyni zamanda bundan sonra sülh içində, təhlükəsizlik içində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq. Biz bilirik bizim dostumuz kim olub, düşmənlərimiz kim olub. Əfsuslar olsun ki, düşmənlərimiz dostlarımızdan bir neçə dəfə çox olub. Amma bugün bizim güclü iradəmiz, siyasi addımlarımız, silahlı qüvvələrimizin güclü olması artıq tamamilə yeni mənzərəni ortaya qoyur və döyüş meydanında qazandığımız qələbəni 5 il bundan əvvəl, biz 2 il bundan əvvəl antiterror əməliyyatı nəticəsində tam əldə etdik və ondan sonra keçən 2 il ərzində bütün beynəlxalq təşkilatlarda bunu təsdiqlədik. Və Mənfur Minsk qrupunun da tarixin arxivinə göndərilməsi də məhz bizim təkidimizlə olmuşdur. Bu ayın əvvəlində rəsmən Minsk qrupu və ona bağlı olan bütün təsisatlar ləğv edildi. Bu da bizim tələbimiz idi və Ermənistan tərəfi demək olar ki, 5 il ərzində buna müqavimət göstərirdi. Ancaq yenə də deyə bilərəm ki, bizim iradəmizin qarşısında heç kim dura bilməz. Bugün yeni reallıqlar dünyanın aparıcı ölkəsinin prezidentinin iştirakı ilə avqust ayında təsdiqləndi, möhürləndi. Bizim qələbəmizin çox böyük və güclü möhürü də vuruldu. Onunla da separatçılığın, bizə qarşı olan ərazi iddialarının, anti-Azərbaycan qüvvələrin bizə qarşı olan açıq soyuq savaşının artıq sonu gəldi. Separatçılığın kitabı bağlandı və Azərbaycan xalqı artıq bir neçə aydır ki, sülh içində yaşayır. Bizim xalqımız böyük fəlakətlə üz-üzə qalmışdı. Bilmirəm, dünyada buna oxşar ədalətsizliklə üzləşən xalqlar var, yoxsa yox, bəlkə də var. Amma son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik. Çünki torpaqlarımız işğal altına düşdü. Belə hallar dünyada var. Biz nə birinci idik, nə də sonuncu, amma bütün belə hallar olduğu vaxtda beynəlxalq təşkilatlar, böyük dövlətlər və müxtəlif ölkələrin siyasi dairələri bu işğalı qınayır, işğalçını məcbur etmək üçün müxtəlif üsullardan istifadə edir, sanksiyalar tətbiq edir və bunu biz görürük. İndi yaxın tariximiz bunu göstərir. Ermənistan-Azərbaycan müharibəsi zamanı və müharibədən sonra atəşkəs dövründə beynəlxalq təşkilatlar düzgün qərar qəbul etsələr də bu qərarların icrası üçün bir addım belə atmayıblar. Burada bu təşkilatların, böyük dövlətlərin riyakarlığı, necə deyərlər, özünü bariz şəkildə göstərir. Bizi işğalla barışdırmaq böyük dövlətlərin əsas vəzifəsi idi.
bizim yanımızda olan tek ülke Türkiye idi. Ve buna göre biz Türk kardeşlerimize minnettarıq. Hem işgal dövründə, hem müharibə dövründə bize daim siyasi ve manevi destek vermiştir. Müsəlman ölkələri, onlar İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bizim təkliflərimizə həmişə müsbət reaksiya verərək lazım olan qərar və qətnamələri qəbul etmişlər. Ancaq bütövlükdə götürəndə bizim müharibəmiz və işğal tariximiz bütün başqa buna oxşar hadisələrdən fərqlənir. Çünki yenə də deyirəm, işğalçıya qarşı heç bir sanksiya tətbiq olunmadı. Bugün dünyada müxtəlif yerlərdə müharibələr gedir, toqquşmalar, münaqişələr baş alıb gedir. Dərhal ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr nə edirlər? Sanksiyalar tətbiq edirlər. Və sanksiyaların da əlbəttə ki, böyük təsiri var. Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq olunsaydı, əlbəttə ki, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilməli, əksinə onlara bəziləri pulsuz silahlar verirdi. Özü də 1 milyon dollarlıq yox, milyardlarla dollar dəyərində. Və bizim həm 2-ci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri hardasa 5-6 milyard dollardır. Bunların bəzi dağılmış nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. O cümlədən İskender M ballistik raket. Hansı ki Ermənistanda ümumiyyətcə olmamalı idi. Çünki İskender M raketi ixraca qadağandır. İxraca açıq olan, əgər belə demək mümkündürsə, İskender E, yəni eksport növüdür. İskender M raketi necə Şuşaya zərbə indirdi, bu elə böyük sualdır. Yəni, pulsuz silah, maliyyə yardımı hər il Amerikada, Fransada marafonlar keçirilirdi. Separatçılar, separatçı liderlər, hansılar ki bugün Bakıda məhkəmə qarşısında cavab verirlər, oraya vizalar alırdı. Necə ola bilər? Minsk qrupunun həmsədr ölkələrinə separatçılar necə gedə bilərlər? Axı, digər separatist ərazilər var. Onlara Amerikaya yaxud da ki, Fransaya kimsə viza verə bilər. Baxın, bugün nə qədər separatist inzibati ərazi var. Ukrayna ərazisində, Moldova ərazisində, Gürcüstan ərazisində separatçı yuvalar var. Onların rəhbərlərinə Amerika, Fransa, Avropa ölkələri viza verə bilər? Yox. Amma erməni separatçılarına niyə vizalar verilirdi? Yəni, bax, dediyim sözün bir təsdiqi də budur. Onlar telemarafonlar keçirirdi. 100 milyonlarla dollar pul yığırdı. Onlara gizli mənbələrdən də pul ötürülürdü. Bir məqsədlə ki, bu torpaqları əbədi işğal altında saxlasın, Azərbaycan xalqına divan tutsun və bu şəhər və kəndləri daim nəzarət altında saxlasın. Bax, biz görün kimlərlə kəllə-kəlləyə getmişik. Biz 2-ci Qarabağ müharibəsində gör, Ermənistana olan hansı dəstəyin fonunda qələbə qazanmışıq. Yəni, ona görə bütün bunlar, necə deyərlər, həm
çatdırılmalıdır düzgün. Həm bizim təhsil müəssisələrimizdə dəqiq təqdim edilməlidir. İctimai məkanda, yəni bu unudulmamalıdır. Və biz də heç vaxt unutmamalıyıq. Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir. Və sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və ora salınan bütün maddələrindən müəllifi də bizik. Ancaq biz işğalı necə unuda bilərik? Şəhidlərimizi necə unuda bilərik? Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik? Heç vaxt unuda bilmərik və unutmamalıyıq. Çünki bu tarixi yaddaş həmişə bizim qəlbimizdə olmalıdır. Şəhidlərin əziz xatirəsi həmişə qəlbimizdə yaşamalıdır və heç vaxt şirin sözlərə uymamalıyıq. Bunu mən bir də deyirəm, mən bunu birinci dəfə deyir ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Və əbədi sülhə nail olmaq üçün hər zaman bizim potensial düşmənlərimizdən güclü olmalıyıq bir neçə dəfə. Və bunu təmin edirik və edəcəyik. Bugün Ağdam rayonunda artıq həyat bərpa edilir. 3 kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadə verilməsi mərasimlərində iştirak eləmişəm. Kəngərli, Sarcalı, Xıdırlı, orada indi bir neçə min insan yaşayır və bu köç prosesi davam edir. Bugün Ağdam şəhərində artıq insanlar yerləşir və bu yaşayış məhəlləsində 1268 mənzildə Ağdamlılar yerləşir. Daha 2 məhəllədə inşaat işləri gedir. Təkcə bu məhəllədə 60 çox mərtəbəli bina var. Bütün şərait yaradılıb, infrastruktur qurulub və burada rahat yaşamaq üçün bütün imkanlar var. Və təbii ki, Ağdam şəhərinin tam istədiyimiz kimi qurulması zaman tələb edir. Onu da hər kəs yaxşı bilir ki, təkcə Ağdamda deyil, bütün başqa azad edilmiş ərazilərdə geniş miqyaslı quruculuq işləri gedir, böyük qayıdış proqramı uğurla icra edilir. Ağdam rayonunda isə artıq bir neçə önəmli infrastruktur obyekti, mədəni obyekt istismara verilmişdir. Ağdam Sənaye məhəlləsində mən dünən olmuşam, yeni müəssisələrlə tanış olmuşam. 30-dan çox artıq rezident qeydə alınıb. Onların bəziləri fəaliyyətə başlayıb, bəziləri isə yaxın gələcəkdə fəaliyyətə başlayacaq. Ağdam ölkəmizin böyük sənaye şəhəri olacaq. Bakı, Sumqayıt, Gəncədən sonra yəqin ki, 4-cü sənaye mərkəzi olacaq. Burada nəqliyyatla bağlı məsələlər həll olunur. Birinci layihə Bərdə-Ağdam avtomobil yolu olmuşdur. Bərdə-Ağdam dəmir yolu olmuşdur. Dəmir yol vağzalı istismara verilmişdir. Hal-hazırda Ağdam Xankəndi dəmir yolunun inşası ilə biz məşğuluq və vaxtı ilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş, Allah ölənlərə rəhmət eləsin, bu dəmir yolunda biz yenidən qururuq. Ağdam Cümə Məscidi birinci bərpa olunan tarixi dini abidəmizdir. Qiyaslı Məscidi, hansı ki tamamilə dağıdılmışdır və orada da Ağdam Cümə Məscidi kimi Ermənistan dövləti bütün müsəlmanları təhqir etmək üçün heyvan saxlayırdı. O da
açıldı. Su varma işləri öz həlini tapır. Haçınçay su anbarı yenidən quruldu. Digər həm Ağdam üçün, həm də bütün ölkəmiz üçün vacib olan mədəni abidə imarət kompleksidir. O da tamamilə bərpa edildi. Natavanın ermənilər tərəfindən dağıdılmış heykəlinin eynisi qoyuldu. Məktəb istifadə verilmişdir. Çox gözəl, böyük məktəb. Muğam mərkəzi, 2 mehmanxana, yəni o qədər işlər görülüb ki, bəlkə də hansıları da mən unutmuşam. Amma yəni hər şey göz qabağındadır. Bütün bunlar da cəmi 5 il ərzində. Yəni o biz nəyi göstərir? Təkcə söhbət ondan getmir ki, biz proqram qəbul eləmişik və təbii ki, nəzarət var və mən də dəfələrlə azad edilmiş ərazilərə gedərkən özüm şəxsən nəzarət edirəm. Söhbət ondan gedir ki, bütün xalqımız böyük həvəslə bu işləri görür. Əgər bax, bu faktor olmasaydı, bu qısa müddət ərzində bu qədər işi biz görə bilməzdik. Məsəl üçün, dünən Xankəndidə Qarabağ Universitetinin yeni korpusunun açılışındaydım. Tamamilə sıfırdan tikilmiş yeni gözəl binadır. Və maraqlanıram ki, burada yəni, tədris prosesi necə gedir, tələbələr, müəllimlərin bəziləri xaricdən gəlir dərs verməyə, bəziləri Azərbaycanın müxtəlif yerlərindən və maraqlanıram ki, bəs motivasiya nədir, onları nə cəlb edir? Mənə deyirlər ki, Qarabağ cəlb edir. Bir daha sizi təbrik edirəm. Can sağlığı.